Bizə bir sürət tənliyi verilib və bizdən soruşur ki, yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkət var və sürtünmə qüvvəsinin gördüyü işi soruşur bizdən. Görülən iş A bərabərdir nəyə? F S-ə. Buradan F-in yerində yalnız sürtünmə qüvvəsi var, yəni F sürtünmədir. Vurulsun S-ə. İlk öncə gəlin sürtünmə qüvvəsini tapaq. Yalnız sürtünmə qüvvəsinin təsiri altında işdə F sürtünmə bərabər olur MA-ya. Yəni MA-nı tapsaq, elə sürtünmə qüvvəsini tapmış olarıq. Buradan M 5 kiloqramdır. A-nı da baxın sürət tənliyində harda olurdu? T-nin qarşısında. A-nın da qiyməti 2-dir. 5 vurulsun 2-yə sürtünmə qüvvəsi olacaq 10. Gəldi indi S-i tapmağa. S-i necə taparıq? Bax, bu tənliyə əsasən S bərabərdir V0T çıxılsın AT kvadratı bölü 2. Niyə çıxıram? Çünki yalnız sürtünmə qüvvəsinin təsiri altında yavaşlayan hərəkətdir ona görə. Yəni təcrinin işarəsi mənfidir burada. İndi V0-ın yerində V0 harda olurdu sürət tənliyində? Bax, bu tək hədd ki var idi, o V0 idi. 10 vurulsun T-nin də yerinə 5 veribsə 5-ə çıxaq. A-nın yerində nə var? 2. T-nin yerində 5-in kvadratı 25. Bir də aşağıdakı bu sabit 2. 2-lər ixtisar getdi. 5-i vurdum 10-a. Elədi. 50. 50. Çıxılsın. Burada da nə var? 25. 50-dən də 25-in çıxdıq, qaldı 25-in özü. Yəni 25. Bu oldu bizə S-imiz. S oldu 25, həm də mənfi 25. Bunu da qeyd eləyək. Buradan da F-in də yerinə bayaq 10 tapmışdıq. Onu da vuranda mənfi 25-ə, o da olacaq mənfi 250. Ümumiyyətlə, mənfini verdi ya vermədi. Elə sürtünmə qüvvəsinin işi onsuz istisnasız hər zaman mənfi olur.